İzləyicilər, bugün 22 noyabr ədliyyə işçiləri üçün xüsusi bir gündür. Ədliyyə işçilərinin peşə bayramıdır. Qeyd edək ki, ədliyyə işçisi olmaq sadəcə bir vəzifə deyil, eyni zamanda ədaləti yaşatmaq məsuliyyətidir. Azərbaycan ədliyyə sistemi uzun illərdir ki, qanunun aliliyin təmin olunması istiqamətində böyük məsuliyyətlə bir çox işlərin həyata keçirilməsini təmin etmişdir. Bugün bir çox sahələrdə ədliyyə işçilərinin zəhməti sayəsində cəmiyyətdə qanunların aliliyi və etibarı inamla qorunmaqdadır. Qoy ədalətiniz daim möhkəm və dayanıqlı olsun, hörmətli ədliyyə işçiləri. Onu da xüsusilə vurğulamaq istəyirəm ki, artıq 2 ilə yaxın müddətdir yeni təyin olunmuş ədliyyə naziri Fərid Əhmədov sayəsində ədliyyə sistemində aparılan islahatlar bir çox sahələrdə öz nəticəsini veribdir. Bugün ədliyyə sistemində olan operativlik demək olar ki, vətəndaş məmurluğuna hesablanır. Başda ədliyyə naziri Fərid Əhmədov olmaqla regionlarda vətəndaşlarla yerində görüşüb problemlər həll edən nazir və onun komandası gördükləri işdəki əsas məqsəd və meyarları vətəndaş məmnunluğunun təmin olunmasıdır. Mən də burada Milli TV adından və öz adımdan ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə təbrik edir, onlara bu çətin və şərəfli işlərində uğurlar arzu edirəm. Peşə bayramınız mübarək olsun, hörmətli ədliyyə işçiləri.